Məzahir Əbilov polis nəfəri kimi Xocalıda könüllü xidmət edirdi. Şəhəri müdafiə edənlərin sırasında öndə gedənlərdən idi. Həmin gecə yüzlərlə Xocalı sakini kimi Məzahir Əbilov da itkin düşür. Dildə belə deyəndə 34 il çox asan görünür, amma yəni onun o 34 ilin içində böyük bir acı var, böyük bir yanğı var, böyük bir qardaş həsrəti var. İndi ailəsi Məzahir Əbilovdan geriyə yadigar qalan şəkilləri, ad və soyadının həkk olunduğu ana arayı abidəsini ziyarət etməklə təsəlli tapır. Bu qətliamın yaşadığı faciə və Xocalı dərdi ailə üçün ömürlük niskildir. Dərddir, deyir Məzahir Əbilovun ailəsi. Polis əməkdaşı olan Məzahir Əbilov Xocalının müdafiəçilərindən biri kimi qəddar düşmənlə mübarizədə qəhrəmanlıqla döyüşür. O son ana qədər vətənə sədaqət nümunəsi göstərir. Dörd bir tərəfdən hücuma məruz qalan Xocalı şəhərinin Əlyalın sakinləri ölümdən xilas olmaq üçün bir neçə istiqamətdə dağılışmağa məcbur olur. Silah və sursat tükəndiyindən yerli döyüşçülərin müqaviməti qısa zamandan sonra tükənir. Bundan sonra neçə Xocalı sakini kimi Məzahir Əbilovun da taleyi məlum olmur. Dəfələrlə dinc sakini uşaqları çıxarıb Ağdam istiqamətinə keçirib yenidən Xocalıya qayıtmışdı. Məzahir fevralın 27-si meşədə onun döyüşdüyü görüblər yoldaşları. Yəni 27-sindən sonra Məzahirin talihindən xəbər yoxdur. Məzahirin bacısı Mehriban Axundova deyir ki, qardaşı polis kimi işə düzələn gündən könüllü olaraq Xocalının müdafiəsinə yollanır. O, müdafiə batalyonuna qoşularaq dəfələrlə ermənilərin hücumunun qarşısının alınmasında böyük şücaətlər göstərir. Onun orada yaralı olduğunu deyən də var, əsir götürüldüyünü deyən də var. Yəni bəzən mən inanmıram Məzahirin, çünki elə bir oğul idi ki, onun qolunu qatlayan bir insan ola bilməz. Məzahirin yoxluğu faciənin üstünə faciə gətirir. Onun yoxluğuna dözməyən atası və qardaşı eyni gündə məhz Məzahirin 30-cu ad günündə dünyalarını dəyişirlər. Anası da Məzahirin yoxluğuna tab gətirmir. Anamın sağlığında DNT analizi vermişik. Yəni bugün hal-hazırda biz də o həsrətlə o hiss düzdür. Çox çətindir bir bacı kimi o sözü demək, amma inanın həsrətlə, sevinclə gözləyirəm ki, o DNT analizində bizim də cavablarımız çıxacaq. İllər ötürü faciədən, amma elə təəssürat yaranır ki, o günün acılarından bu günümüzə qalan tək tarixi faktlar, statistik rəqəmlər və çəkilən görüntülərdir. Halbuki o dəhşətli günün acısını özü ilə bu günə qədər daşıyan yüzlərlə Xocalılı və bu faciənin canlı şahidləri var aramızda. Bir sözlə Azərbaycan üçün yaşayan canından keçən igidləri unutmuruq, unutmayacağıq da. Rəşad Vəkiloğlu, Bəkir Həşimov, Space xəbər.